Tamam, Agrolab'da bir gün necə keçir? Gəlin birlikdə izləyək. İlk dayanacağımız müştəri xidmətləridir. Aldım. Salam, buyurun. Bəli, buyurun. Aha. Bəli, məlumat verim mən sizə. Deməli, sizin torpağınızda makro-mikro elementləri, tuzlanma tiplərini, torpağın strukturunu bilmək vacibdir. Ona görə də mən sizə geniş aqrokimyəvi analiz paketini verməyinizi tövsiyə edirəm. Gördüyünüz kimi hər bir müştəriyə fərdi yanaşılır. Bura isə nümunə hazırlığı otağıdır. Sizdən gələn nümunələr bu otaqda hazırlanır. Torpaq nümunələrini sahənizdən peşəkar komandamız götürər, yaxud siz özünüz təlimatımıza əsasən göndərə bilərsiniz. Zəhmət olmasa Aydan xanımla ekstra şeylər bilərsiniz. Ələnmiş torpaq nümunələri tamamilə anonim şəkildə qeydiyyata alınır, hər birinə xüsusi kod verilir və bundan sonra laboratoriya heyəti yalnız həmin kodlar əsasında analizi icra edir. Kodlaşdırılmış nümunələr analiz metoduna uyğun olaraq yüksək dəqiqliklə ölçülür və sonraki mərhələlər üçün hazırlanır. İndi isə laboratoriyanın ən maraqlı hissəsi olan aqrokimya otağına daxil olar və mütəxəssislərimizin işləri ilə tanışalım. Mən hal-hazırda Kelo cihazı vasitəsilə toxumun tərkibindəki protein miqdarını təyin edirəm. Eyni zamanda bu cihaz vasitəsilə biz toxumun tərkibindəki ümumi azotun miqdarını yüksək dəqiqliklə əldə etməyimizə şərait yaradır və əldə etdiyimiz nəticələr əsasında biz toxumun keyfiyyətini və qida dəyərini əldə edirik. Hal-hazırda pH analizi icra edirəm. Torpaq və su nümunələrində pH və elektrik keçiricinin ölçülməsi, mühitin turşuluq səviyyəsini və ümumi həll olunmuş duzların miqdarını müəyyən edərək bitkilərin qida maddələrini mənimsəmə qabiliyyətini birbaşa qiymətləndirməyə imkan verir. Son olaraq fitopatologiya şöbəsinə gəldik. Hal-hazırda bakteriyaların identifikasiyası üçün qram üsulu ilə rəngləmə aparıram.